Nə hazırlamısınız bu gün? İki ders skeçimiz olacak. Bugünler bizim ilk skeç imtihanımızdır. Biri bloger aile, ikincisi ise Çin'in kuşu. Çinin quşu, Çin'in kuşu. Çinin quşu. Çin'in kuşu. Bloger ailə nədir tema? Konflikti nədir? Sosyal medyada medianı çox istəyən qız, sosyal medyadan çox istifadə edən qız və heç sosyal medyadan bilgisi olmayan anar ata. Baxaq görək. Az bildim indi mən. Yox, sən görürsən o nə edir orada. Heç baxmısan. Yox, körəm, görmürəm. Görürsən o internetdə nə edir heç? Az indi nağarım, dana boyda qızdır. Mən nağarım alayım ona. Yox, mən sənə dedim ki, ona telefon vermə. Sən mənə qulaq astın. Sən özün dırıldıyırdın ki, ona telefon ver, telefon Yox, al. mən dedim ki, o qıza telefon vermə əlinə. Görsən nə Bilsəydim bu edir? setdən qayıtmazdım. Elə səhərdən axşama kimi beynimin ətini yeyirsən. Mən nağarım Mənə indi. düşmədim mən. Sən bilirsən, mənə qonşu deyir. Mənə niyə qonşu yaxınlaşıb deməlidir ki, bax sənin qızın nə edir orada? Qonşu nə Niyə? deyir az? Mənə deyir ki, görmüsən qızın rəqs edir orada. Rəqs nədir? İnternetə qoyur onu. Az o paltar paylaşmırdı bu. Paltarı üstündə paylaşır da. Oy. Salam əziz izləyicilər, əynimdə gördüyünüz bu paltarı Temudan almışam. Temu axtarış bölgəsinə əyninizdə cırılsın.com yazırsınız, sizə oradan endirimli paltarlar gəlir. Hə, bir də bu sulama qabını, daha doğrusu güldanı soruşurdunuz ki, güllərim necə böyür falan. Burada sulama qabını yerləşdirəcəm, mütləq onu alın, gülləriniz böyüyəcək. Gəl bura, salam. Necəsiz? Yaxşı. Necəsən ata? Neynirsən bax indi bu nədir elədiyin, hə? Video çəkirəm də. İnternetə Sənə demişdim qoyursan. də, Instagrama paylaşıram. Oradan qəşəng pul qazanıram. Nə paylaşırsan? Gülləri paylaşırsan? Hə, gülləri də, özümü də, paltarları da. Ay qızım, o şeytan əməldir. Sən başa düşmürsən. O Hə. O telefona baxdıqca sənin olmayan şeydə gedir. Başa düşsən əriyir. Nə? Mən indi o telefonu keçən dəfə aldım, sən sonra ana bala başladınız. İndi də Mən sən kimi 300 manat almıram, Bir sən nə qədər pul qazanıram mən burada? Sən Bu necə iPhone-u bəs qazanırsan necə ki, o pul? almışam? Bu iPhone necə almışam bəs mən? Az düz deyir bu. Hardan qazanmısan? İnternetdə elə pul necə qazanmısan ay bala? Sən mən sən Samsung işlətmirdin, hanı o şey Samsungun? Sən tulladım. Az qozqıran Nokia işlədirəm, hanı o Samsung? Hara tullamısan? Zibilə tullamısan? Bax, sən ay bala. o telefonu alacağam səndən. Sən Gəl sən də bu işə qoşul, sən də qəşəng iPhone alarıq. Sən yeyirsən o Atamı Nokia. niyə pozursan ay bala? Pozmuram, mən deyirəm ki, gəlsin qəşəng pul qazansın da. 500 manat, Heç 300 manat bildiyini pul alır, danışdı. evi pul da gətirəm. Az, indi mən ondan şey eləsəm, pul qazanacağam. Hə. Heç nə, elə telefonun üzünə baxacam. Yox, canlı mənə yayın pul- açacaqsan. Canlı yayında insanlar sənə gül atacaq, şir atacaq və s. oradan pul qazanırsan. Gəl öyrədim. Əgər qazanmasan, onda Hə. şeydir. Mən də buraxacağam bu işi. Hanı, Bilirsən nə baxın. qədər pul qazanıram? Yox, bilmirəm. Kimin? Hə, onda aç görək. Açam. Hə, Bax, belə razı olarsan görsən. hanı? Hə, deyə açdım. Az bu mənlə məzələnir. Bu da heç kim yoxdur axı mənəm bu da. Bu da mənim üzüm görsənir. Canlı yayında cəmaət sənə yazır bax. Salam. İndi məni görürlər 10 nəfər onlar. var canında. Bu, indi məni eşidirlər onlar. Hə, eşidirlər. Hə, onda o şeylə deyən görüm az. Mehman kişi yazıb salam necəsən Ağayəli? A, mehman hansı mehman? O bizim qonşu Hə. mehman. Ay, can az o şeydir. Ay mehman, indi məni eşidirmi o? Eşidir hə. Ay mehman, adam kişi olar. Sən o günlərim çayxanada mən şey eləmişəm. O günlərimdə dedin ki, pulu mən verəcəm, vermədin. Ay adam kişi olar, sən heç utanmırsan. İndi cəmaatın içində səni biabır eləyim mən. Utanmır ya. Yazıb gül atın barışaq. Ay, hani gül atmadı axı. Atacam səbirli ol sən. Hə, onda Hə. Diana bura bu söz yazdı deyəsən bu. Ay fikir Yo. vermə, qoy yazsın. Ay, dana boyda qızım. Qızımın yanında. Dana boyda qızımın yanında utanmırsa elə söyüş yazsa elə utanmaz gedə. Diana o nerede uduzlu pulun vermədi. Diana sən. Diyan görək. Aygün xanım yazıb
Salam koftanızın linki var, çox gözəldir. Az Aygün xanım kimdir? 3 dəqiqədə açıb bu nədir? Ay, izləyici də yazır. Bu fikir Az bu verir. şəkildəki Aygün xanımdır, bax gör. Hə, bu meymuna oxşuyur. Hə, budur. O Aygün xanım, salam, mən o vaxtı Rusetdə mal vuranda bu şeylər də para gəldi, ondan sonra mən əyin baş qazandım. Sən bu basmoydan camaat almamışdın eşidir. bə? Az dayandan buyur. Görsən, Aygün, bax gör nə yazıb Aygün xanım, bu Nə yazıb bu bə? Sizinlə təklikdə danışmaq istəyər. Ay kişi bu nə danışır? az deyən görək. Hani bu mədəniyyət, hani bu əxlaq, hani qızın bu nömrəsi, bax gör. Nömrə yazılmır ki burada. Yazın. Gəl az təhlildə başa salacağım onu. Gəl. Aygün xanım üzr istəyirəm. Baxın. Mən özüm başa. Ay qız nə danışır bu kişi? Söyləməyə getdi ki, Kimi arvadın söylə yanında. o? Aygün xanım, sən onun başını bıraq. Gəl mən səni influencer edeyim. Eləmə, eləmə. Gəldin Instagramda yeməklər paylaş. Mən hələ işdən görmürəm. Atamı da çox pozdum. qazanarsan. Ay qız 25-də ailə qururam. Bundan ötürü hansı Aygün Əşi xanım? söyləyəcək, gələcəkdə o öz üçün orada söyləməyə. Gəl mən sənə öyrədim. Yox, ay bala. Gəl nə olar Ayman. İstəmirəm. Sən bilirsən mənim nə qədər izləyicilərim var. Ay qız, bilirsən yox. nə qədər fanatlarım var. Mən elə iş görmürəm. Mən elə işlər görmürəm. Nə işləri ki? Mən SSR-də bilirsən adım nə idi? Mən indi elə şeylər görəcəm. Yox. Abi biz buradan Ay, yeyirik ki, yox. paylaşırıq, o götürür. Yox, yox, yox. Bax sən oradan pul gələcək nə Yox. qədər. Bax 300-500 manat qazanırsan, nə edirsən? Hala bax, yaxşı. Bax, bunu da düzəldə bilmirəm neçə vaxtdır. Bunu da bax. Bax əgər qazanmasan, mən bu işi buraxıram. Hə. Qazanmasan. Gəl, aç. Ay qız, nə edirsən sən? Sən də girmisən bura. Hə. Ha, qapı. Gözdə kimdir? Qonşunu çağırmışam, yəqin gəlib. Ay. As bu kimdir? Çəkil, çəkil. Mən linkinizi istifadə edərək paltar aldım. Cırıq-cırıq qaynatamın qabağında getdi paltarım öz yoluna. Xanım, mən dedim də əynizdə cırılsın.com. Əynizdə gözəlliyinizin əynizdə cırıldı. Nə istəyirsən? Bəs bu qırıq gəldi axı. Sizin bacarıqsızlığınızdan da yəqin. Ha, başa düşdüm. Şəkil çəkdim olar, fanatınızam mənim. Həqiqi, gəl çəkdirək. Nə qəşəng gözlərim. Gecələri baxıram sizə, canlılarınıza. Gecə canlı açmırsınız amma çox vaxt, görürəm. O, gün orta açıram mən. Tez-tez açın, baxıram, izləyirəm ailənizi. Tıklayıram sizi. İzləmədə qalın. Gördün mama, mən sənə nə dedim? Yaxşı, yaxşı, göstər, Sən də fanatım var. Hə də başa düşdüm, yaxşı. Sən də belə tanınsın. Ay qız, göstər nəsə yaxşı. Gəl. Onu düzəltdin də. Açırsan buna, girirsən. Hə, düzəltdim. Girirsən, basırsan. Sonra orada video çəkəcəksən, deyəcəksən ki, Instagramda paylaşacağam da. Bir dənə göstər, bir də göstər. Bax, bura basırsan kameraya. Burada video açılır. Sonra deyirsən ki, məsələn, Instagramda anket qoyacaq yeməklər, ləvəngi, dolma, aş, nə bilim nə. Daha çox hansı yeməyə oy gəlsən, onu bişirəcəksən. Başa düşdün? İndi Instagramda sonra insanlar reseptləri görüb sən izləməyə başlayacaqlar. İndi açıram. Danış. Yaxşı. Aç. Belə. Belə. Hə, biz yaxın tutdu da. Neynədir? Hə, Danış. şualanaram. Hə, salam dəyərli izləyicilər. Gününüz uğurlu keçsin uşaqlarımız. Ay mama, elə yox Biraz daha müasir. Elə robot kimi, elə bir sən buradan zorla otuzdurublar. Biraz daha müasir, biraz daha belə bizim yaşımıza uyğun danış. Ay mama, elə danış. Gəl. Gör onda qəşəng izləyicilər gəlir. Onda robot kimi yox, zorla oturmusan elə. Hə. Salam yetimçiklər. Necəsiz? Acmısınız? Gəlin Ülker xalayla sizə dolma reseptini göstərim. Ay Allah, da sən elə demədim mən sənə. Tıklayın dostlar. Dostlar tıklayın. Görmez. Görün görək. Ay, Dostlar, tıklayaq. mən bura mağada zatdı yazılıb. Mağayla canlı yayında Anamın canı biz atacağıq bu oyunu. Anamın canı. Pek atmışam, deyən görək. Ay, mehman tıkla görək. Tıklayın dostlar. Hoppa! Bir xortumu gəldi. Ay, deyən görək. Ay, bu kimdir bu? Necəsən ağali? Məndən də az bu. Hə, sən deyir. Ay, qoduq sən kimsən ki? Ay? Elə demə, elə demə.
Sən mənə ucasan indi. Sən kimə deyirsən o qoduxu? Özün hamam böcəyinə oxşuyursan. Ay sən Əbəli. mehmanı qısqırdaraq üstüvə. Deyən görə bax gör Aycan xanım niyə şey eləmir. Anamın canı biz oduruq oyuna. Aygün xanım canlayanı tərk etdi. Ay Aycan xanım bu Görürsən? ay bu mehman görək nəsə eləyir. Dostlar tıklayın görək. Tıklayaq, tıklayaq. Bax Tıklayın şir dostlar. atana dombala qaçdım burada. İndi atmayaq. Tıklayaq, tıklayaq dostlar. Hə bu bağırsaq burada mən udmaq istəyir deyən görə. Oy. Bax bura bax. Şeydir qızım bu mən deyəsən Udur, udur səni. o. Ay mən uduzanmaram. Sənin qabaqdadır. Ay mən uduzanmaram. Bu gör Aycan xanım nə varır? Aygün xanım heç yox deyə burada. Bu Uduruq dostlar, anamın canı uduruq. Uduzdum ya deyəsən. Uduzdun. Ayda. Ne oldu ağayri? Öpürəm səni aşkım. Mən gedirəm başımı yumağa. Ay biabır oldum ya. Gör kim uduzdum ya. Ayda. İşə bağlandı da canım. Sən Bax qızım. Ay mən uduzmamalıydım. Mən niyə uduzdum? da eybi yoxsa ilk canlıdır da. Heyf, o mehmandan heyfimi çıxsam görsən o mehman. O borcumu da qaytarmır onsuz da. Mehman neynədir ki sənin? Mən Aygun xanımla da incidim. O səhv hərəkət elədi mənə qarşı. Aygün xanım Gördüm. bir dəfə cəm canlıva girib. Onda da Mənə dəxli yoxdur. Mən Aygun xanımla mən orada söz danışdım. O düzgün eləmədi. Mənə qarşı düzgün hərəkət eləmir. Dön qapı, ged aç görək. kimdir o? Salam. Sən kim? Ay necəsiz ağaylı müəllimcik? Siz kim? Bu Ay kimdir? siz canlı necə də yaraşıqlı. Mən babama oxşuyur. Bu nədir? Az deyən gör. Sən bir dənə çəkir. Bu Aygun xanım oxşuyur. Hə. Aygün xanım yox, babama oxşuyur bu. Aygun xanım. Sən bir dənə çəkir. Aygun xanım, mən sizdən incimişəm də. Aa, niyə? Sizcə niyə? Mən uduzdum axı. Peyk atmışdım, uduzdum. Aa. Heç nə olmaz. Mən sizə gələn səfər fil xortumu ataram, udarsınız. Yox, mən sizdən incimişəm. Qızım, hər milçəyi evə buraxma. Yox. Düz deyirsən ayata, gərək qapı. Mən sizdən incimişəm. Ağaylı müəllim, elə deməyin. Niyə elə deyir? Yox, mən incimişəm sizdən, istəmirəm. Ağaylı müəllimcik, elə deməyin. Gəlin barışaq, mən sizə gələn səfər fil xortumu atacağam. Onda biraz aşağı nərə? Gəlin. Fil Mən- xortumu atacaqsınız da. Siz o barədə heç narahat olmayın. Belə, onda Hə. atarsınız, fil xortumunu Ya. atacaqsınız. Canlıda görəcəyik, onda gedək. Arvad hardadır? Arvad. Hara gedirsən ayata belə? Heç elə Mən gedim. Siz canlı açarsınız, mən sizə atacağım. Siz Fil narahat xortumu olmayın. sallanacaq ha. Yaxşı. Siz qəti şəkildə. Davay. Bir zəhmət gedin. Arvad yatıb özünü. Arvad. Bu kimdir? Hə. Hardan tapıb bizim evimizi? Az o kommentdə yazmışdı. Mamanın xəbəri odur. var. Olmasın da, mamanın xəbəri olmasın, qoy işi ilə məşğul olsun. O lazım deyil anan. Nə işi ilə məşğul olacaq ki? Heç nə. Qızım, o telefonu bir dənə vermənə lazımdır, bir dənə. Niyə? Yəni mən təzə telefon alacağam, ya qızım, sən narahat olma. Mən bir dənə buradan şeyə girim. Bu mehman bekar adam deyim mehman sən. Mehman bekar adamdır Yazıb burada. canlında yatıram sənin. Aygun xanıma bax çatan kimi girdi. Ay, Heç çatmayıb bəlkə Aygün xanım yoldadır. tıklayın dostlar, tıklayın. Bu qızımdır, çox baxmayın. Olmaz. Ay, gördüyün görürlər. Sizin üçün bişirdim dolmanı. Gəlin də çəkək. Ləvəngi yoxsa aş istəyirsiniz? Hə, dostlar. Bəli. tıklayın. Aha. Ləvəngi üçün bir dənə səs var. Yo. Sonra Yo. Ha, aş üçün bir dənə də səs var. Yo. ata. Mənlik Bir məsələ rəndom deyil. seçin. Mən nəyə Qulaq asın da bir. Siz mən saymırsınız, heç vecinizi almırsınız. Mən sizə bu işi gətirmişəm, siz burada ucu mənə saymırsınız. Mən sizin uşağınız deyiləm bəs. Bütün gün girmisən telefonu Aygün xanım, sən də yeməklərlə, aşınla, dolmanla bezdirmisən. Bəs mənə kim fikir verəcək? Qızım, sən düz deyirsən. Bu telefon ki var, şeytan əməlidir. Buna az baxmaq lazımdır. Bu adamın gözünü korlayır.
mən başa salmaq istəyirdim ki, buna az bax. Başa düşürsən nə demək istəyirəm. Amma axırıncı dəfə bir dənə PK. Bir dənə PK atım burada. Gəlin görək. Yo, Aycan xanım, yo. Gəlin təklikdə danışım. Sən atama qulaq asmaya, o çox şeydir. Oh, Ləvəngiyə bir dənə də səs var. Hə, Ləvəngi bişirəm, Ləvəngi. Ay, o aşağıda gəldi bir dənə də səs. Ay. Ay Allah, bu nə yaşayışdır? Mən niyə yaşayıram? Bu nə jizindir? Mən niyə yaşayıram? Mən ölüm də. Mama, ata üstünə arvad gətirir.